Dostlar salam. UFC 317 yekunlaşdı. Charles Baba məğlub oldu. Mənim gözlədiyim kimi döyüş apara bilmədi. Düşünürdüm ki 3-4 raund Charles Oliveira müqavimət göstərə biləcək ən azı. Amma İlya Topuria dediyini etdi. O döyüşdən əvvəlcə də demişdi ki, birinci raundda nokaut edəcəm. Və həqiqətən də nokaut etdi. Döyüşün əvvəlində Oliveira clinch oyununa girdi, amma Topuria'nı yerə apara bilmədi, özü alta düşdü. Daha sonra isə ayağını kilitləmək istəsə də Topuria o vəziyyətdən çıxdı. Daha sonra isə döyüş ayaqda getdi. Topuria isə sağ və sol zərbələri ilə rəqibi nokaut etdi. Bundan sonra Topuria'nın rəqibi kim olacaq? Mənə də maraqlıdır. Düzdür, döyüşün sonunda Paddy Pimblett səhnəyə çıxdı, amma ola bilsin ki, növbəti rəqib Arman Tsarukyan olsun. Görəcəyik gedişatı. İkinci əsas döyüş isə Aleksandr Pantoja və Kai Kara Fransa arasında idi. Düzü gözləntim Pantojanın qələbəsi idi və o formada da oldu. Demək olar ki, Kai Kara Frans heç bir şey edə bilmədi rəqibinə qarşı. Fikirləşirdim ki, ilk raundda bəlkə yumruq kombinasyonları ilə nəsə edə bilər və Pantojanın güləşinə qarşı öz müdafiəsini apara bilər. Amma bacarmadı. Pantoja 3-cü raundda Reznikçokla döyüşü qazandı. Digər döyüş isə Beneil Dariush və Renato Moicano arasında idi. Bu döyüşdə də mən Dariush'un qələbə qazanmasını düşünürdüm və Dariush ilk raundda knockdown olmasına baxmayaraq, daha sonra yerdə rəqib üzərində üstünlük quraraq 3 raund sonucu qələbə qazandı. Dariush'un növbəti rəqibi kim olacaq? Mənə də maraqlıdır. Gecənin ən maraqlı döyüşü isə Brandon Royval və Joshua Van arasında idi. Bu döyüş barəsində də mən Joshua Van'ın qələbə qazanacağını istəyirdim. O gənc idmançı idi. Ona görə də qələbə qazanmasını istəyirdim. Və belə də oldu. 3 raund həqiqətən də ayaq üstündə çox möhtəşəm bir döyüş getdi. Bir-birlərinə həddən artıq çox zərbələr endirdilər. Sonuncu raundda isə Joshua Van rəqibi knockdown'a da saldı və sonra hakimlərin qərarı ilə də döyüşü qazandı. Bəlkə də növbəti döyüşdə Joshua Van ilə Pantojanın qarşılaşmasını da görəcəyik. Main kartın ilk görüşü isə Payton Talbot və Felipe Lima görüşü idi. Düzü mən Felipe Lima'nın bu görüşdə qələbə qazanacağını düşünürdüm, amma demək olar ki 3 raund ərzində heç bir şey ilə yadda qalmadı. Talbot sonuncu görüşündə məğlubiyyət yaşamışdı və yer oyununun zəif olduğu görsənirdi. Amma bu döyüşdə yaxşı hazırlaşmışdı və yer oyununda da Lima üzərində üstünlük qura bildi. 3 raund sonucu da qalib gəldi. UFC 317 gecəsi haqqında qısa məlumat vermək istədim. Sizdən xahişim Dəmir Yumruq UFC kanalına abunə olmağınızdır. Gələcəkdə daha da maraqlı videolarla, video analizləri ilə sizin qarşınıza gələcəm. Hamınıza təşəkkür edirəm. Sağ olun.